Salam dostlar, bu sabah gələn fikirlərimlə bölüşmək istəyirəm. Öz son videolarımda hər hansısa bir sualı cavabladıqda və yaxud da hər hansısa bir mövzu ilə bağlı danışdıqda bütün məsələlərin hamısını Allahla bağlayıram, mənəviyyata və ruhaniyyətə gətirirəm məsələni. Amma vurğulamaq istəyirəm ki, bunlar sadəcə sıradan bir inan, ibadət elə, yaxşılıq elə və hər şey sənin də həyatında yaxşı olacaq kimi bir yanaşma deyil. Yəni kör-körana sadəcə inanmaq və yaxud da sadəcə hansısa bir ritualları eləmək ki, cəhənnəmə düşməyəsən, cənnətə düşəsən və s. və ilahi kimi bir yanaşma deyil qətiyyən. Mən əksinə çağırıram suallar verməyə, sorğulamağa, şübhə ilə yanaşmağa, nəyisə yoxlamağa ki, öz təcrübəndən ancaq keçirdərək, ancaq həqiqətən də bunun təsdiqini görərək, müşahidə edərək sən buna tam qəlbinlə inana bilərsən. Yəni, inam güvəndən sonra gəldiyini vurğuluyuram mütləq şəkildə. Ki, yəni sən ilk öncə buna güvənməlisən. Güvən isə ancaq təsdiqlənərək, yəni öz həyatında yaşayaraq bunu anlaya bilərsən. Yəni, bax, mütləq şəkildə bu. Yəni, təsəvvür elə, minlərlə insanlar sadəcə qorxudan, cəhənnəm qorxusundan, cəzalanmaqdan qorxurlar deyə nələrisə edirlər. Və yaxud da cənnətə düşmək arzusunda olaraq nələrsə eləyirlər. Təsəvvür elə də, yəni bu niyyətlə eləmək. Mənsə öz videolarımda əksinə çalışıram, anladam ki, yaradıcı səni daimi sevir. Hər gün, hər cür sevir. Təsəvvür elə də, yəni insan Allah qorxusundan nələrsə eləyir, cəzalanmağa görə nələrsə eləyir, amma onun həyatı dəyişmir ki, dəyişmir. O isə daxilində onun təbii ki, suallar yaranır, təbii ki, şübhələr yaranır, təbii ki, etiraz yaranır, narazılıq yaranır, amma bunu ifadə eləyə bilmir. Çünki yenə də qorxur. Qınaqdan qorxur, düşünür ki, bunu yəni cəzalandıracaqlar, düşünür ki, bunu belə söyləmək belə günahdır. Ümumiyyətlə, o günahkarlıq duyğusundan nəyisə eləmək falan. Mən anlatmağa çalışıram ki, yəni bu qətiyyən belə deyil də. Günah promux deməkdir, qreh promux deməkdir. Yəni ki, bir səhvlik, bir səhv addım. Bayağı bir misal gətirim, yəni sanki Allah bir günəşdir, hansı hamıya eyni vurur. Amma insanlar var ki, bundan gizlənirlər, hansısa bir yerdə ki, yəni bax, qorxuram o məni yandırar və burada mənə tapşırılan və mənə deyilən bir şeyləri eləyəcəm özüm üçün və sonra da başa düşürlər ki, bu başqalarında hansılar qorxmadılar, cəsarətlidirlər, nəsə eləyirlər. Niyə onlarda məsələn hər şey superdir, məndə isə vitamin D əksikliyi var məsələn. Çünki sən günəşdən özünü qorumağa çalışırsan. Elə bir insanlar hansılar ki, başa düşmürlər ki, Allah səni də, o manyakı da, o birisini də eyni sevir. Çünki onun balalarıdır. Onlar başa düşmürlər və onların içində bir qınaq, etiraz, narazılıq yaranır ki, niyə onda hər şey yaxşıdır? O axı bax belədir axı. Niyə bə məndə belə deyil? Başa düşürsünüz, yəni bu video ilə mən çatdırmaq istəyirəm fikrimi ki, o bizim hamımızı eyni sevir. O daimi sevgidir, o absolut bir sevgidir. Sadəcə biz düşünürük ki, günahkarıq, biz düşünürük ki, cəzalanmalıyıq, biz özümüzə icazə vermirik, onun sevgisindən tam faydalanaq. Biz özümüzü elə hesab edirik çünki bizim beynimizə belə yeridilibdir. Çünki bizdən öncəkilər də əziyyət, zülüm çəkiblər, qınayıblar başqalarını, daxili etiraz və narazılıqları olubdur. Yox, bunu araşdırmayıblar ki, bu niyə belədir? Hansı üsulları, nəyi öyrənirdimsə mən şəxsi inkişaf yolunda, hamısı görürdün ki, səni pozitivliyə, yüksəlməyə, o yüksək emosiyalara öyrədir. O negativlərin necə sənin özünə zərər törətdiyini öyrədir. Və təbii ki, bunlar hamısı gəlir yüksələ-yüksələ təşəkkür hissinə, sevgi hissinə.
Bunlar hamısı gəlir yaradıcı ilə əlaqəni qurmağa, güvəndə olmağa. Minlərlə insanlar güvəndə deyirlər, güvəndə yaşamırlar. Onlar qorxurlar başqalarından, qorxurlar ki, bax bu döngədə onların başına nəsə gələcək. Niyə? Hardandır bu qorxu? Bəyəm sən Allahla deyilsənmi? Bəyəm Allah səninlə deyilmi? Nədən qorxursan? Minlərlə insanlar din yolunu gedir, Allah yolunu gedir. Amma baxırsan danışıqlarına ancaq qınaq, ancaq qeybət, ancaq etiraz. Narazıdırlar bugünkü zəmanədən. Telefonlar bizi pozacaq, internet bizi pozur. Narahatdılar, daimi bu çeşitli qidalar, bax bu zərərli bir məhsullar, bax bu zərər, ziyan hamısı. Allahın bunlardan xəbəri yoxdurmu? Niyə bu insanlar vəhşiləşibdir, insanlar bir-birini, qardaşı öldürür, nə bilim, o birisi bu birisini bıçaqlayır, pul, hər şey günahkar pul, hər şey pulun başında. Başqa nəyi günahlandıracaqsınız, başqa nədə səbəb tapacaqsınız. Hardandır bunlar hamısı? Çünki daxili güvən yoxdur. Əsl inanclı birisinin güvəni olmalıdır. Güvəni olmalıdır ki, Allah bilən məsləhətdir. Güvəni olmalıdır ki, hər şey yaxşı olacaq. Amma baxırsan, yox. Baxırsan, bu boyda bir göz muncuğunu vurubdu divara. Nə bilim də bu Allah yazılı olan saatı qoyubdu ora. Hələ dayan deyir. Dayan, hələ daha pis olacaq. Bu məmurlar, bax, bu deputatlar, bax, bu şeylər hamımızı yeyib talayacaqlar. Hamımız qırılacağıq. Hamımız hər şey əlimizdən alacaqlar. Sən baxırsan, bir daha sənə müraciət etməyəcəm. Gəlmişdim ki, dişimə baxasan, sən getdin, hara çıxdın, qardaş, belə olmur axı. Ancaq bu daxilən, o güvən yoxdur. Belə, bu sabah gələn fikirlər buydu. Ümid eləyirəm, doğru zamanda doğru ünvanlara çatacaq və dəng eləyəcək, bir fayda gətirəcək. Təşəkkür edirəm izlədiyiniz üçün. Sağ olun, salamat qalasınız. Özünüzə yaxşı baxın, əziz insanlar. Özünüzə.